Salam, axşamınız xeyir olsun. Mən Fatimə Allahverdiyeva, müəllimlər və digər pedaqoji kadrlar üçün təlimlər təşkil edən Edgrow Center və Arım Progressiya Centerin rəhbəriyəm. Həmçinin bu axşamki təlimdə moderatorunuz kimi iştirak edəcəm. Bugünkü mövzumuz autizmli uşaqlarda nitq inkişafının dəstəklənməsidir. Təlimçimiz loqoped, defektoloq Aytac Ağazadədir. Təlimimiz rəsmi sertifikatlıdır. CV-nizə yerləşdirə biləcəyiniz, eyni zamanda il sonu hesabatlarınıza təqdim edə biləcəyiniz sertifikatı simvolik ödənişlə əldə edə bilərsiniz. Sertifikatı əldə etmək üçün ekrandakı əlaqə nömrəsinə yazmağınız kifayətdir. Təlim hal-hazırda rekord olunur və gün ərzində mərkəzimizin Telegram kanalında paylaşılacaq. Keçid linkini WhatsApp qrupumuzda bölüşəcəm. Sizdən xahişim səsləri bağlı saxlamağınız və təlimin gedişatını bölməməyinizdir. Suallarınız olarsa səsli şəkildə verməkdən çəkinməyin. Hər birinizə xoş öyrənmələr. Necəsiz Aytaç xanım? Salam, hər birinizi salamlayıram. Yaxşıyam, mən də siz yaxşı olasınız. Bugün mən sizinlə bir yerdəyəm. Mən Aytac Ağazadə, loqoped defektoloqam. Bugün də sizlərə dəyərli bir məlumatı, daha doğrusu dəyərli bir mövzunu sizinlə bölüşmək istəyirəm ki, siz də maariflənəsiniz və bunu gündəlik həyatımızdakı olan uşaqlara da bunu aşılaya biləsiniz ki, onları normal olaraq qəbul edək artıq. Və biz bugünkü mövzunu niyə məhz autizmli uşaqlardan seçdik? Çünki günümüzdə bilirik ki, daha çox gündəmdə olan haldır ki, daha çox özünü göstərən bir haldır ki, autizmli uşaqlar daha çox yayılmağa başlayıb və bizdə nədir? Loqopedlər, defektoloqlar, bilməm indi arada tələbələr varmı, loqopedlər varmı, psixoloqlar varmı qeyd edərlər aşağı. Hər hansı bir sahədə, bəlkə də biri valideyndir, biri sadəcə maariflənmək üçün bura gəlib və burada qeyd edərsiniz, zəhmət olmasa mən aşağıda hamısına bir-bir baxacağam. Bununla yanaşı da biz bugünkü mövzumuzu autizmli uşaqlarda nitq inkişafının dəstəklənməsi üzərində aparmışıq. Çünki autizmli uşaqlarda bilirik ki, nitq inkişafı bəzən deyilir ki, autizmli uşaqlarda nitq olmayacaq, heç vaxt yaranmayacaq, yəni heç vaxt danışmayacaq o uşaqlar, heç vaxt da uğur qazanmayacaqlar. Təbii ki də bu fərqli bir yanaşmadır və səhv yanaşmadır. Yəni ümumi olaraq biz autizm spektr pozulması haqqında qısa olaraq sizə məlumat verim. Deməli, autizm spektr pozulması beynin inkişafındakı fərqliliklərdən qaynaqlanan sosial ünsiyyət, davranış və qavrayış sahələrində özünü göstərən neyroinkişaf pozuntusudur. Baxın, neyroinkişaf pozuntusudur. Yəni bizim beyin hüceyrələrimizin inkişaf tempindən bir qədər fərqlidir. Və autizm bir xəstəlik deyildir. Bunu çox mütəxəssislər belə deyim, qeyd edirlər ki, autizm bir xəstəlikdir və müalicə olunmalıdır. Müalicə olunmadığı təqdirdə başqa cür olur, düzdür. Diaqnozun qoyulduğu gündən etibarən işlər aparılarsa uğurlu nəticələri əldə edə bilər. Amma bu bir xəstəlik deyil. Hər hansısa bir dərmanla keçsin, hər hansısa bir üsulla keçirtməyə çalışaq. Bu yanlış bir yanaşmadır təbii ki də. Və autizmdə beynin məlumatı emal etmə forması fərqli şəkildə özünü göstərir və hər fərddə də xüsusiyyətlər fərqli şəkildə ola bilər. Biz tipik bir autizmi aid edə bilmərik ki, bu əlamət varsa autizmdir. Hər cür ola bilər. Çünki autizm çox geniş bir anlayışdır. Çox fərqli bir anlayışdır və hələ də dərinliyinə qədər gedib çıxan olmayıb ki, yəni bu nədən yaranıb, nədən qaynaqlanıb, nəyə görə olub? Yəni autizmin yaranma səbəbi yoxdur. Ona görə də daimi olaraq müşahidələr nəticəsində də hər zaman müxtəlif şeylər çıxır. Burada da biz bugün autizm spektr pozulması olan uşaqlardan nitq inkişafının dəstəklənməsi üzərindədir. Digər slayda keçək zəhmət olmasa, ümumi olaraq mən sizə məlumat verdim. Və təlimin məqsədi nədən ibarətdir? Təlimin məqsədi bundan ibarətdir ki, biz burada praktiki yönümlərlə daha çox uşaqlarda necə uğur əldə edə bilərik və yaxud da ki, onların inkişafındakı fərdi ehtiyaclarını necə görə bilərik, bunu artıq düşünərək bu prosesləri aparmalıyıq. Gəlin baxaq görək nələrdir ilk olaraq. Təlimin məqsədində əsas olaraq anlamaqdır. Biz qarşımızdakı insanı anlamalıyıq. Və burada autizmli uşaqlarda da nitq və ünsiyyət inkişafının əsas xüsusiyyətlərindən biridir. Çünki artıq biz anlayırıq ki, bu uşağın fərdi ehtiyacları var və burada nitqidir, ünsiyyətidir, onun xüsusi bacarıqları da, inkişaf tempinin qeyd edilməsi də artıq biz burada ilk öncə tanımalıyıq. Tanımadan, anlamadan biz prosesə başlaya bilmərik. Və digəri isə dəyərləndirməkdir. Əlbəttə ki, dəyərləndirmək sadəcə autizmə aid bir şey deyil. Çünki uşağın güclü tərəfləri var, zəif tərəfləri var, ehtiyacları var. Həmçinin funksional kommunikasiya səviyyələrini də müəyyənləşdirmək lazımdır. Gəlin baxaq görək nədir. Məsələn, bir uşaq ola bilər ki, mahnı oxumağı daha çox yaxşı bacarır. Düzdürmü? Autizmli uşaqlarda bəzi qabiliyyətlər çox gözəl olur. Məsələn, riyazi qabiliyyətlər daha çox olur, bəziləri incəsənətə meylli olur. Yəni
Demək olar ki, onların inkişaf sahələrinə görə biz baxmalıyıq. Tutaq ki, gəlir bizə bir pasiyent, biz uşağın güclü tərəfinə baxmırıq. Biz olmayanı ona verməyə çalışırıq. Amma uşağın məsələn, deyək ki, çox gözəl rəsm çəkmə qabiliyyəti var. Biz bu uşağın potensial gücünü, olan güclü tərəfini itirmiş oluruq. Və bu nə əldə etməyə kömək edəcək? Heç bir şey əldə edə bilməyəcəyik. Çünki niyə? Artıq bu uşağın marağı bu sahəyədir. Bu uşağın maraq dairəsi bu cürdür. Və mən onu fikrindən yayındırmağa çalışsam, sizcə adaptasiya ola bilər o dərsə? Çünki mən onun necə deyim, sizə ifadə eləyə bilirəm yəqin ki. Biz normal fərd olaraq da deyirəm, sizə qeyd edirəm. Məsələn, bizim xoşumuz gəlir məsələn yaz yazmaqdan, şeir yazmaqdan və yaxud da ki, nağıl oxumaqdan, kitab oxumaqdan. Məni gətirib bir otağa salırlar və deyirlər ki, sən bunu eləyəcəksən. Uşaq sizcə öz potensialını kənara qoyub başqa birinin istəyini etməyə çalışdıqda necə hiss edəcək? Özünü təcrid olunmuş hiss edəcək, özünə qapanma hiss edəcək, öz qabiliyyətini gizlətmiş olacaq. Bu bizə sizcə uğurlu nəticəni verir yoxsa yox? Təbii ki də verməz. Çünki bizə uğurlu nəticəni vermək üçün biz qarşımızdakını dəyərləndirməliyik. Və təbii ki də dəstəkləmək. Nə deyirik? Gündəlik fəaliyyətlərində işlək motivasiya edici, fərdiləşdirilmiş strategiyalardan istifadə edirik. Çünki gündəlik fəaliyyətimizdə biz həmin insanı motivasiya versək, onu mükafatlandırsaq, ona belə deyim, emosional cəhətdən biz onu təsir edə bilsək, həmin uşaq və yaxud da ki, fərqi yoxdur, avtizmlə istənilən bir şəxs, biz dəstəklədiyimiz təqdirdə onun uğurlu nəticəsini daha yaxşı görə biləcəyik. Yəni fikrimi sizə aydın şəkildə izah edə bilərəm yəqin ki. Və əsas bizim prinsipimiz nədir? Yəni əsas götürdüyümüz məqsəd nədir? Məqsəd sadəcə qabağımızdakı insana, qarşımızda oturan fərdə, çünki hər birimiz fərdik, bunu bilirik. Bu fərdə söz dedirtmək yoxdur. Biz ona yəni belə deyək də, ümumi olaraq söz dedirtmək üçün söz almaq üçün eləmirik bu tapşırıqları. Həmin uşağın ehtiyacını, istəyini, fikrini bildirmək üçün, cəmiyyətə inteqrasiya, adaptasiya olmağı üçün biz həmin uşağa yəni köməkliklər etməliyik. Bunu yəni anlada bilirəm yəni. Çünki ifadə şəklinə görə də insanlar söz dedirtmək üçün bəzən istəyirlər. Məsələn, valideynlərdən də ümumi olaraq götürürəm ki, gəlirlər deyirlər ki, sadəcə istəyirəm ki, uşağım söz danışsın. Sizcə nə qədər doğrudur bu ifadə? Sadəcə istəyirəm ki, danışsın. Çox yanlış bir yanaşmadır. Valideyn olsun, loqoped olsun, defektoloq olsun, psixoloq olsun. Siz gəlirsiniz mütəxəssissəsə, mütəxəssis öz bildiyini zaten sizə deyəcək ki, baxın bu prosesləri etmək lazımdır. Amma valideyn gəlir deyir ki, sadəcə istəyirəm ki, uşağım danışsın. Bəs yaxşı bunun anlaması, qavraması harda qalacaq? Sadəcə söz dedirtmək üçün söz dedirtmiş olacaq. Spontan olaraq o sadəcə əzbərləyəcək. Bu da nəyə yaranacaq? Artıq uşaq onun nə üçün lazım olduğunu, nəyə yaradığını anlamayacaq. Yəni bu cəhətdən də bu şəkildə də sizə ifadə etmək istəyirəm ki, təlimimizin məqsədi qarşımızdakı insana, şəxsə, fərdə söz dedirtmək deyil. Həmin insanın potensial gücünü ortaya çıxartmaqdır. Zəhmət olmasa digər slayda keçək. Və burada biz danışırıq nitqdən, dildən və kommunikasiyadan. Gəlin baxaq görək fərqləri nədir? Ümumi olaraq gəlin nitqdən başlayaq. Nitq bizim ilkin vahid olaraq danışdığımız, ifadə edə bildiyimiz haldır ki, səsin, sözün, cümlənin şifahi ifadəsidir. Biz nitq zamanı, təbii ki də deyirik ki, nitqdir, dildir, kommunikasiyadır. Bunlar bir-birləri ilə sıx bağlı şəkildə olurlar və bu da ki, eyni olmayan anlayışlardır təbii ki də. Və nitqdə biz artikulyasiyaya, səs və intonasiyaya və sözlərin aydınlığına baxırıq. Nə üçün nitq zamanı artikulyasiyaya baxırıq? Çünki artikulyasiyamızda da problem ola bilər ki, burada artıq problemin nəticəsində də məsələn, dilin vəziyyətindən, tonusun olub-olmamasından, yanaqların vəziyyətindən, dilin istiqamətlənməsində, dilaltı pərdənin olub-olmaması da bu istənilən şəxsə aiddir. Yəni bu sırf autizm üçün keçərli deyil. Həmçinin səs və intonasiyada. Bilirsiniz ki, autizmli olan uşaqlarda səs və intonasiya biraz fərqli cür olur. Bəzən onlar cizgi film dili deyirik biz ona. Cizgi film dilində də olmuş ola bilər. Fərqli şəkildə ya səs tembri aşağı olacaq, ya yuxarı olacaq. Bu hallarda görməyimiz çoxdur.
müşahidə edilən bir haldır. Təbii ki də biz dedik ki, dil də çox lazımlıdır. Çünki dil nə üçün lazımdır bizə? Mənanı anlamaq, ifadə etmək üçün istifadə olunan bir sistemdir. Təbii ki də biz burada uşaq gələndə nəyə baxırıq? Lüğət ehtiyatının nə qədər olduğuna. Hər yaşa görə də müxtəlif cür lüğət ehtiyatımız var bildiyiniz kimi. Həmçinin cümlə quruluşuna baxırıq. Cümlə quruluşu da bizə çox vacibdir ki, məsələn, mürəkkəb cümləmi qurur, qısa bir cümləmi qurur, təlimatların anlaşılması nədir? Biz buna komandaların icra edilməsi üçün istifadə edirik. Məsələn, uşağa deyirsiniz ki, almanı qoy, bananı gətir, məsələn. Artıq təlimatın anlaşılması bizə nədir? Yəni biz bunu həm qarşımızdakı insana dedikdə bu anlayırmı? Bu da yenə dildən əlavə anlama, qavramaya da daha çox aid edə bilərik. Daha sonra kommunikasiya var. Kommunikasiya nədir? Ünsiyyətdir. Ümumi olaraq biz baxırıq ki, kommunikasiya zamanı başqası ilə məqsədli şəkildə əlaqə qurmaqdır. Bizim istədiyimiz də nədir? Həmin insan dialoqa girə bilsin, kommunikasiya bacarığı formalaşmış olsun. Bu da istəməkdir, rədd etməkdir, paylaşmaq, bölüşməkdir, diqqətini bir yerə cəmləyə bilməsidir. Biz kommunikasiyaya aid edirik. Artıq burada biz ümumi olaraq nitqi, dili, kommunikasiyanı üçünü birlikdə birləşdiririksə və artıq biz burada yaxşı bir nəticəni əldə edə biləcəyik. Təbii ki də əla danışa bilməyən insan da ola bilər. Məsələn, uşaq danışmır, amma artıq o istəməkdir, rədd etməkdir, bunu əli ilə göstərə bilər. Bu çox normal bir haldır. Amma biz danışmaq üçün istəyiriksə, ümumi olaraq bizim məğzimiz də zaten budur ki, uşaq nitqini necə inkişaf elətdirməsidir. Yəni kommunikasiya ola bilər. Uşaq istəyə bilər bunu, onu ifadə edə bilməz, rədd edə bilər, əli ilə imtina da edə bilər, paylaşa da bilər, məsələn, verə bilər. Amma bu komandalar olsa belə, uşaq danışmaya da bilər. Çox bir normal haldır ki, yəni deyirik, üçü bir-birindən asılıdır. Uşaqda kommunikasiya bacarığı çox yaxşı formalaşmış ola bilər, nitqdən dil ola bilməz. Dil olsa, məsələn, kommunikasiya bacarığı da ola bilməz, nitq də ola bilməz. Ümumi olaraq hamısı bir-birindən asılıdır. Amma kommunikasiya hər zaman ola bilər. Bunu nəzərdən saxlayın ki, kommunikasiya hər zaman var. Amma nitq və dili də bununla bir yerdə, yəni birlikdə kompleks şəkildə görürüksə, daha yaxşı nəticə verəcək. Digər slayda keçək. Ümumi olaraq burada avtizmli uşaqlarda nitq inkişafının fərdi xüsusiyyətləri haqqındadır. Düzdür, bu biraz çox görsənir, amma çox deyil, çünki burada ümumi olaraq biz məlumat verici xarakterdə yazmışam bura və burada ilk olaraq dedik ki, kommunikativ niyyətin fərqliliyi, yəni ünsiyyət niyyətinin fərqliliyi. Neyrotipik uşaqlarda, yəni normal tipik uşaqlarda nitqi başqaları ilə təmas qurmaqdan, hisslərini bölüşməkdən, sadəcə bunun üçün istifadə edirlər. Amma avtizmli uşaqlarda isə nitq çox vaxt tələbatların ödənilməsindən, məsələn, su ver, bunu mənə ver, buna yönəlilir. Yəni dediyimiz kimi, normalda nədir? Hisslərini bölüşür, sadəcə burada isə artıq öz istəklərini, tələbatlarının ödənilməsi üçün istifadə olunur və qarşılıqlı sosial dialoqda qurmaq həvəsi zəif olur həmin uşaqlarda. Və bununla yanaşı exolaliya. Exolaliya bizim gördüyümüz demək olar avtizmli olsun, əqli geriliyi olsun, indi zəka yetərsizliyi adlandırdığımız pozulma olsun, psixi nitq inkişaf ləngiməsi, unili olsun, ümumi nitq inkişaf ləngiməsi olsun, hamısında exolaliyanı görə bilərik. Exolaliya nədir? Exolaliya sözlərin və yaxud da ki, ifadələrin təkrar-təkrar edilməsidir. Çünki burada belə deyək, exolaliya zamanı ünsiyyət yaranmaq istəyir, ancaq yarana bilmir. Çünki düzgün şəkildə istifadəsini bilmir ki, hansı istiqamətdə mən bunu işlətməliyəm. Bu da anlama qavramlarının inkişafı nəticəsində olmalıdır. Bir var təxirə salınmış exolaliya və dərhal exolaliya var. Təxirə salınmış exolaliyada, məsələn, hər hansısa bir cizgi filminə baxıb deyək ki, uşaq və burada həmin hissədə olan keçən bir dialoqmu olsun, mahnı sözümü olsun, başqalarının dediyi bir cümləmi olsun. Yəni əvvəl eşidib bunu. Bunu qeyd eləyin özünüzdə də. Əvvəl eşitdiyi bir hal olarsa, bu zaman artıq bu təxirə salınmışdır. Durduğu yerdə hər hansısa bir sözü davamlı şəkildə deyə bilər. Bu çox normal bir haldır, çünki bu exolaliyanın yaranması da dediyimiz kimi bir çox pozulmalarda özünü göstərə bilən bir haldır. Və təbii ki də bir də var ki, dediyim dərhal exolaliya. Məsələn, verilən sualı həmin anda da geri qaytarır. Bu nədir? Bu nədir? Alma, alma. Bu şəkildə də özünü qaytara bilər.
Yəni bu exolaliya halının da görülməsi çox normal bir haldır. Çünki fərdi olaraq hər birində də görsənməyə bilər ha bu. Ümumilikdə bu saydıqlarımız bəzən görsənə bilir, bəzən görsənə bilməyən bir haldır. Və digəri isə üzr istəyin, praqmatikdir. Bu da praqmatik nədir? Biz burada aid eləyirik ümumi olaraq praqmatikə sosial nitq qüsuru deyirik ki, söz ehtiyatı zəngin olan uşaqlarda göz təması qurmamaqda, həmsöhbət olduğu insandan reaksiya, emosiyaları oxuya bilmirsə, bu hallar çox normal bir hallardır ki, göz təması bəzən qurmaya bilərlər. Ümumilikdə autizmli uşaqlardan da əlavə biz özümüz də normal olaraq baxsaq göz təması bəzən qurmaqda çətinlik çəkirik. Bu da normal bir haldır. Verbal və qeyri-verbal uyğunsuzluqlar da ola bilər ki, bəzi uşaqlar tamamilə şifahi nitqə sahib olmurlar, amma belə baxanda da qeyri-verbal jestlərdən, əllə göstərməkdir, başla təsdiqləməkdir, hə kimi ifadələrin istifadə edilməsi də görsənə bilən bir haldır. Və semantik və qrammatik xüsusiyyətlər var ki, nədir? Semantik və qrammatikdən danışaq. Ümumi olaraq nədir? Biz nə bilirik? Qrammatik quruluş olur. Qrammatik quruluş ərzində də nədir? Mübtəda gəlsin, mübtədadan sonra ifadələr gəlsin, ən sonunda xəbər qoyulsun. Artıq qrammatik quruluş olaraq da məsələn, özünə mən demək əvəzinə öz adını çəkmir. Məsələn, burada özümü misal üçün göstərmişəm. Məsələn, kiminsə adı ilə kimi göstərir özünü. Yəni özünü özü olduğu kimi göstərmir. Məsələn, tutaq gedək ki, Aytaç su içmək istəyir, amma demir, mən su içmək istəyirəm. Və yaxud da ki, burada ifadə kimi sən su içirsən. Yəni artıq orada mən məfhumu, mən anlayışı yoxdur. Yəni bu normal bir haldır ki, autizmli uşaqlarda mən anlayışı olmasın. Prosodiya var. Yəni nitqin prosodik tərəfinin fərqlilikləri var ki, buna səs tonu və tembrinin, ritmin dəyişməsini də edə bilərik. Əsasən dediyimiz kimi uşaqlarda robotik danışmalardır, monoton səslərdir. Həddən artıq yüksək və pıçıltılı ola bilər bu hallar. Zəhmət olmasa səsi bağlayaq. Aha, davam edək. Deməli, dedik ki, spesifik maraq sahələrinə yönəldik, zəngin lüğətdə ola bilər ki, məsələn, uşaq gündəlik sosial ifadələri deməkdə çətinlik çəkə bilər. Bu da xüsusi maraq göstərdiyi sahəyə, məsələn, tutaq ki, burada fiqurları göstəririk və yaxud da ki, qatar şəklini görür uşaq, artıq marşruta yönəlir. İstənilən bir şey ola bilər ki, mürəkkəb terminləri dəqiqliklə mənimsəyib ifadə edə bilirlər. Məsələn, elə autizmli uşaqlar var ki, getdikləri avtobusun nömrəsinə qədər, hansı dayanacaqda dayanacaqlarına qədər bilir. Yəni autizmli fərdlərdə bunu daha çox görə bilirik. Spesifik olaraq maraq sahələri çox genişdir həmin uşaqların ki, məsələn dediyimiz kimi getdikləri marketlərin hansı filiallarının olduğuna qədər belə bilə bilirlər. Bizdə bir-iki autizmimiz var idi. Bu bir-iki autizmimizdə də gəlib getdiyi avtobusun nömrəsinə qədər harda saxlayır, hansı marketə yaxınlıqda saxlayır, hansı nömrə ilə gəlib, hansı nömrə ilə gedəcək, hamısını əzbər şəkildə bilirlər. Çünki maraq dairələri çox genişdir. Digər slayda keçək zəhmət olmasa. Aha. Biz bunu loqopedlərə, defektoloqlara aid edirik ki, dəyərləndirmə hardan başlamalıyıq? Ümumi olaraq dəyərləndirmənin başlanmasından əlavə biz baxırıq ki, məqsəd nədir? Biz əsasən məqsəd olaraq problemin siyahısına baxmırıq. Uşağın kommunikasiya profilini görməkdədir əsas bizim görəcəyimiz problemin həll yolu. Biz burada müşahidə eləyirik. Uşaq nə zaman, kimdən, hansı məqsədlə ünsiyyət qurur, daha sonra motivasiyadır, nəyi sevir, hansı fəaliyyəti elədikdə daha çox təşəbbüs göstərir və yaxud da ki, hər hansısa bir işi getdikdə nədir onun maraq dairəsi? Yəni əsas onlara baxırıq, daha sonra səviyyəsinə baxırıq. Səviyyə olaraq sözdür, jestdir, şəkildir, ümumi baxırıq ki, orada cihazlar da başqa vasitələrdən necə istifadə edə bilir, yandırıb söndürə bilirmi, kiçik motorika, ümumi olaraq böyük motorika, bütün hamısı baxılır burada və funksiya nədir? İstəyir, rədd eləyir, kömək istəyir, paylaşır, sual verir, ən əsası sual verir.
Və plan olaraq da kiçik ölçülə bilən və gündəlik həyatda danışan məqsədlər seçilir. Yəni burada artıq planımız bu şəkildədir ki, qısa-qısa olsun və bununla da gündəlik həyatda, danışan məqsədlərlə biz bunu ifadə etmiş ola bilərik. Daha sonra digər slayda keçək. Digər slaydımızda da nitq inkişafını dəstəkləyən praktiki strategiyalardan danışmışıq. Bu ümumi olaraq hər bir loqopedin, defektoloqun, psixoloqun edəcəyi bir prosesdir ki, sualları birazdan cavablayacağam. İndi hal-hazırda bu slayd bitsin zəhmət olmasa. Nitq inkişafını dəstəkləyən praktiki strategiyalar var. Məsələn, biz burada demişik ki, model olun. Nədir? Uşağın dediyini sadəcə təkrarlamaq yox. Və biz onu biraz da genişləndirilmiş variantda veririk uşağa. Məsələn, sudur. Deyirik ki, su istəyirəm. Su ver. Bunu artırdıq, model olduq o uşağa. Mən su istəyirəm. Model oldum uşağa. Qabağındakı artıq başa düşdü ki, bunu bu şəkildə istəməliyəm. Yəni sadəcə su ver. Su. Al. Bunu dedikdə uşaq necə anlamasını gözləyirik. Təkrarladıqca artıq uşaqda beyində qarışıqlıq gedir ki, mən su deməliyəm ancaq su deməliyəm, yoxsa su istəyirəm deməliyəm. Və digəri isə vizual dəstəkdir. Burada şəkillərdən, cədvəllərdən, biz oyunlarımız var ki, burada ardıcıllıq kartları var, vizual rutinlər də var ki, anlamı və təşəbbüsü də əsaslaşdıra bilər bu hallar. Çünki vizual olaraq dəstək hər zaman bizə yaxşı nəticələr verəcək. Düzdür, kartların tərəfdarı olmasaq da bir istiqamətlərdə də kartlar istifadə oluna bilər. Vizual olaraq nədir? Məsələn, göstərmə şəklində biz həmin uşağa ifadə edirik ki, yəni bu şəkildə vizual olaraq uşaq görsün, anlasın, bilsin. Bunu öyrətmək üçün ən gözəl vasitələrdən biri vizual olaraqdır və seçim veririk. Və burada nədir? Əsasən seçimin verilməsində də biz hər hansısa bir şeyi öyrədiriksə uşağa, bunun möhkəmləndirilməsində və onun gələcək həyatda da istifadə edilməsi üçün biz ona köməklik edirik. Seçim nədir? Məsələn, qoyuruq bir almanı, bir də qoyuruq bananı. Və deyirik ki, alma yoxsa banan, hansını istəyirsən? Məsələn, sual veririk, suala keçirik. Suala keçdiyimiz təqdirdə uşaq məqsədli şəkildə deyirsə ki, alma, artıq almanı ona verdiyiniz təqdirdə kommunikasiya yaranır. Yəni ünsiyyət qurursunuz uşaqla ki, almanı istəyirəm cümlə şəklində gəldi. Və təbii mühit çox vacibdir ki, məşqi yalnız masada yox, biz bunu həmçinin daşıyırıq. Yəni yerdə, döşəklərin üzərində, yeməklə, geyinmə zamanı, gəzinti zamanı, gündəlik vəziyyətlərə qarşı burada özümüzü göstərir. Yəni təbii mühit çox vacibdir. Sırf uşağı gətirib masa arxasında otuzdurmaq çox çətin bir haldır. Yəni elə uşaqlar ola bilər ki, masada əyləşməsinlər. Amma biz onu nə edirik? Təbii ki də dərs prosesi getməlidir, çünki uşağa lazımlı olan məlumatları, uşağın ümumi olaraq bacarıqlarını inkişaf etdirmək istəyiriksə, biz nə edəcəyik? Məsələn, yerdə keçə bilərik. Fərqli bir üsul kimi yerdə keçə bilərsiniz. Ən gözəli odur. Çünki bilirik ki, otaq kiçik bir otaq olur hər zaman. Orada çox qısıtlı bir imkanın daxilində biz də işləyirik və buna görə də artıq masada edə bilmiriksə, yerdə edin. Yerdə edin, uzanlı edin. Durub məsələn oturaraq edin, yarı çöməli halda edin. Fərqli hallara sala bilərsiniz ki, uşaq özünü rahat hiss elədiyi bir mühit yaransın və bu mühitdə də siz dərsi davam etdirmiş olun və gözləmək. Gözləmək çox vacibdir ki, uşaq öz imkanlarını, öz edə biləcəyi halları sizə göstərə bilsin. Çünki uşağa biz imkan verməsək, məsələn, sual veririk, sual modeldən sonra biz neçə saniyə gözləyirik ki, uşaq cavab versin. Amma məsələn, sual verdik, bu nədir? Uşağa vaxt vermədən deyir, alma. Bu nədir? Alma. Artıq uşaq gözləməyəcək və bu da gözləməsinin, həmçinin onun diqqəti də yayınacaq, öz ifadə edə bilmə halı da buradan artıq kənarlaşmış olacaq ki, artıq özünü ifadə edə bilməyəcək. Və bununla yanaşı da artıq uşaqda nə olacaq? Təcrid olunma hiss eləyəcək. Və maraqdan istifadə etmək lazımdır ki, uşağın sevdiyi mövzular kommunikasiya üçün güclü motivator, yəni olaraq motivator ola bilər. Bu motivator da nədir? Özünü bir model kimi görsün və maraqdan da istifadə eləsin. Digər bir slayda keçək.
Aha. Biz burada ASS-dən danışdıq. Bayaqki slaydda da var idi bu. Burada alternativ, aqmentativ kommunikasiyadır. Ümumi olaraq gəlin baxaq görək nədir bu. Təbii ki də danışıq inkişafını dayandırmaq deyil, kommunikasiya imkanlarını artırmaq üçün vasitədir bu. ASS nümunələrinə jest və işarələrdən istifadə, şəkil, fotokartlardan istifadə, kommunikasiya kitabçaları və lövhələrindən istifadə, PEX kimi strukturlaşdırılmış sistemlərdən istifadə. Bu PEX-lər əsasən də şəkillərdir, şəkillərin əsasındadır. Tablet və digər səsli kommunikasiya cihazları. Xüsusi olaraq hazırlanmış tabletlər var. Ümumi olaraq biz planşetlərdən danışırıq, amma planşetlərdən deyil təbii ki də. Səsli kommunikasiyalar var ki, səsli kommunikasiyalar zamanı da məsələn heyvan səslərinin təqlid edilməsində, hər hansısa bir imitasiyaların olmasında, yəni heyvan səslərinin imitasiyaları olsun və yaxud da ki, gündəlik həyatdakı olan imitasiyalardan istifadə etmək üçün də belə səsli kommunikasiya cihazlarda hal-hazırda var. Kartları daxil edirsiniz. Həmin kartlarda məsələn sayılarına uyğun olaraq tutaq ki 73-cü səs iç səsidir. Onu qoşururuq və bu uşaqda artıq səsli kommunikasiyanın inkişafına kömək edirik. Və yadda saxlamanızı istəyirəm ki, ASS seçimi uşağın fərdi ehtiyaclarına uyğun olmalıdır. Yəni uşaq bu almanı bilirsə, buna ehtiyac yoxdur. Və fərdi ehtiyac da nədir? Ümumi olaraq hər bir uşağa fərdi yanaşma etməliyik. Çünki uşağın maraq dairələri fərqli olur, öyrənmə metodu fərqli olur, hər bir şeyləri fərqli olur. Buna görə də artıq ASS zamanı da uşağın fərdi ehtiyaclarına baxırıq. Həmçinin kommunikasiya vasitəsi də gündəlik həyatda əlçatan və funksional olmalıdır. ASS istifadə edən uşağın şifahi nitqi inkişafı da paralel dəstəklənə bilər ki, burada məqsədimiz daha çox müstəqil və aydın ünsiyyətin yaranmasıdır. Digər slayda keçək. Ümumi olaraq oyunla nitq və kommunikasiya inkişafından danışacağıq biz. Burada nədir? Əsasən autizmli uşaqlarda nitq inkişafının dəstəklənməsini istəyiriksə, bu zaman biz oyunlardan da istifadə edə bilərik. Bu ümumilikdə bütün pozulmalar olan uşaqlara aiddir ki, oyun hər zaman nəticəni uğurlu edəcək və burada ən yaxşı məşqlər də dediyimiz kimi uşaqdan istifadə edərək fəaliyyətlərin içində baş verməsidir. Məsələn, növbəli oyunlar oynaya bilərsiniz ki, növbəli oyunlar zamanı uşaqda gözləmə, diqqət, əl-göz koordinasiyası burada inkişaf etməli olacaq və artıq növbələşmə nəticəsində də cəmiyyət içərisinə deyək ki, daxil olub, cəmiyyət daxilində artıq uşaq öz yerini gözləməlidir. Məsələn, deyək ki, autizmli bir fərddir, ailəsi yanındadır, bu problem deyil. Həmin zaman uşaq qabağa keçmək istəyir. Marketdədir, alıblar, artıq ödəniş edəcəklər, uşaq qabağa keçmək istəyir. Amma bu növbələşmə oyunun nəticəsində artıq o biləcək ki, mənim önümdə bir şəxs var, o getməlidir, ondan sonra mən etməliyəm. Artıq növbəli oyunlar nəticəsində də real həyatda da uşaqları hazırlamış olacağıq. Və maşın və konstruksiyalar. Ümumi olaraq maşın və konstruksiyalardan niyə danışmışıq burada? Çünki oyun zamanı kiçik yəni belə deyək, oyuncaqlardan istifadə də bizə nəticəni yaxşı verə bilər. Məsələn, sür, dayan, aç, bağla, düşdü. Bu kimi hallar ola bilər. Məsələn, ümumi olaraq maşın olmaya bilər bu. İstənilən bir hər hansısa bir oyuncaq ola bilər. Amma əsasən də uşaqlara qapalı uclu vəsaitlər deyil də açıq uclu vəsaitlər alın ki, daha çox özünü inkişaf elətdirə bilsin. Bununla yanaşı mətbəx və yemək oyunları var ki, məsələn, istəməkdir, seçməkdir, adlandırmaqdır. Burada artıq biz bunu mətbəxə sala bilərik və burada yemək oyunları nəticəsində də məsələn, yemək bitdi, mənə kömək et və yaxud da ki, deyirik ki, dadlıdır. Burada mənə öyrəndi, sifət öyrəndi, artıq söz daha da əlavə olundu. Gəl bunu qarışdıraq, bu qarışdırmaqdır. Gəl bunu da ataq, atmaqdır. Yəni feilləri artıq bu şəkildə də uşaqlara öyrədə bilərsiniz və kitab baxışı şəkilləri adlandırmaqdan əlavə kim, nə edir, hardadır, bu suallara ümumi olaraq funksional istifadə etmək lazımdır. Kimdir, nədir, nə edir? O indi hal-hazırda hardadır və nə etməyə hazırlaşır? Suallar. Yəni əsasən sual verərək funksional olaraq istifadə edə bilərsiniz. Burada da nədir? Məsələn, kiçik bir şəkillər qoyulur, kitab baxışından ümumilikdə danışırıqsa, kitabda məsələn qoyulur, qız qoyulur və yaxud da ki, ümumi olaraq bir cizgi bilinməyə baxılır və burada artıq biz sual veririk uşağa ki, bax bu kim idi? O nə edirdi? O etdiyi halda nələr var idi?
sual veririk ümumi olaraq. Və burada da oyun zamanında məqsədimiz düzgün cavabı yox, təbii ki də kommunikasiyaya, təşəbbüsü artırmaqdan ibarətdir. Növbəti slayda da keçək. Və ən sonda da mənim sizə screening test var. Screening testi nəticəsində də autizmli uşaqlarda ümumi olaraq valideynlərə daha çox yönləndirilmiş bir üsuldur ki, bu test nəticəsində də yəni demirik ki, loqoped hər zaman diaqnoz qoyur. Diaqnoz tibbi, psixoloji, pedaqoji komissiya tərəfindən qoyulur bizə gələrkən və psixiatr, nevropatoloqun da rəyi nəticəsində olur. Sadəcə ümumi olaraq qısa bir screening testidir. Yəni bizim diaqnoz qoymaq kimi bir ixtiyarımız yoxdur. Sadəcə screening testi nəticəsində də bu sualların verilir, hə, yoxlar qeyd edilir və bu zamanda bunun nəticəsində də uşağımızda autizmə meyillilik varmı, yoxmu, bunu qeyd edə bilərik. Və dedik ki, əxlali və stereotip ifadələrə necə yanaşaq? Deyəsən bir sual var idi bayaq burada. Əxlaliyası olan autizmlər üçün necə yol izləmək olar? Elə bu slaydımızda da bunu qeyd edirik. Əxlaliyə və stereotip ifadələrinə necə yanaşaq? Təbii ki də bu dedik ki, əxlaliyə dərhal da ola bilər, bir də gecikmiş əxlaliyə ola bilər. Əxlaliyə zamanı təkrarlanan nitq olur. Və təbii ki də burada nə edirik? İlk öncə dinləyirik. Təkrar olunan ifadəni mənasız kimi qiymətləndirmədən əvvəl hansı vəziyyətdə yarandığına baxaq. Məsələn, uşaq həyəcanlandıqda mı bunu edir? Və yaxud da ki, oyun prosesində mi bunu edir? Artıq uşağı dinləyirik ki, görək bu proseslər hansı zamanda olur? Hansı zamanda bu isə əxlaliyanı verir? Təbii ki də bilək ki, stereotip hərəkətlər hər zaman var. Autizmlərin demək olar ki, əksəriyyətində stereotip hərəkətlər var. Stereotip hərəkətlər nələrdir? Məsələn, əl çırpmalardır, özünə vurmalardır. Bunu çox görə bilərsiniz. Məsələn, bu şəkildə özünü kəpənək şəklində özünü vursun və yaxud da ayaqlarını yerə döysün, qulaqlarını bağlasın. Stereotip hərəkətlər çox fərqli şəkildə özlərini göstərə bilərlər və funksiyanı tapmaq lazımdır. Məsələn, uşaq bununla istək, cavab, sakitləşmə, diqqət və sosial əlaqə yaratmağa çalışa bilərlər. Və burada biz burada nəyə baxırıq? Artıq baxırıq ki, uşaq bununla nəyi ifadə etməyə çalışır? Yəni funksiyanı tapırıq. Ümumiyyətcə onun nə üçün yarandığına baxırıq və model. Model eləmək nədir? Eyni situasiyada uşağın istifadə edə biləcəyi daha qısa və funksional ifadəni modelləşdiririk. Modelləşdirmə zamanı da artıq biz funksional olaraq özümüzü yüngülləşdirilmiş kimi edirik və burada təbii ki də məsələn, maşına minirik, təkrarını situasiyaya uyğun olaraq mən maşın istəyirəm kimi funksiyanı modelləşdiririk. Və yaxud da ki, deyir ki, su, deyir ki, suyu ver, artıq burada gedir və yaxud da ki, deyir ki, yenə də qeyd edim sizə, bunu yenidən anlayın ki, məsələn, deyir ki, maşına minirik. Maşına minirik, o da deyir maşına minirik. Və deyir ki, mən maşın istəyirəm. Artıq başqa bir yerə cəmləşdirdi. O da artıq fikirləşir. Maşına minək onda. Bu şəkildə ifadəni biz genişləndirmiş oluruq. Çünki biz bilirik ki, əxlaliyada konkret, spontan olaraq qaytarır bizə. Və buna görə də qaytarmanın da genişləndirilmiş formada biz daha çox verəcəyik. Digər slayda keçək. Təbii ki də biz burada danışmışıq valideynlə, mütəxəssislə əməkdaşlıq. Niyə vacibdir? Çünki autizmli fərdlərin valideynləri hər zaman elə bilirlər ki, bunu gətirsək sadəcə qısa olaraq, ümumi olaraq loqoped işləyəcək, psixoloq işləyəcək ya da duyu bütünləmə işləyəcək və bununla da bitəcək. Bu yanaşma heç bir zaman doğru deyildir. Heç bir zaman bu yanaşma ilə siz uşağınızda uğur əldə edə bilməyəcəksiniz. Çünki valideyn həmişə uşağın gündəlik ehtiyaclarını bilir. Zaten bilir ki, bu valideyn uşağı evin daxilində nələr edir, nələr edə bilmir. Valideyn yəni bunu görürsə, loqopedi demirsə və artıq burada arada zəncir qopur, loqoped elə bilir ki, o şey yoxdur, onun üstündə daimi olaraq işləyir məsələn. Loqoped işləyir, görür ki, irəliləyiş yoxdur, amma valideyn deməlidir ki, mənim uşağımda bu şeylər var. Gəlin bu yönlərində daha çox istifadə edək ki, onun inkişafı üçün daha uğurlu olsun. Yəni valideynlərin də əməkdaşlıq etməyi çox-çox vacibdir. Bunu ümumi olaraq hər kəsə aid edirəm ki, hər bir pozulmaya aid edirəm ki, ümumi olaraq valideynlər olaraq siz də həmin loqopedin, defektoloqun, pedaqoqun, psixopedaqoqun, duyu bütünləmənin, yəni ümumilikdə hamısının işlərini evdə də təkrar şəkildə etməlisiniz.
Uğurlu nəticə istəyirsinizsə, bunu evdə daimi şəkildə, davamlı şəkildə etməlisiniz. Və burada valideyn nədir? Evdə ümumi olaraq qısa da olsa təbii məşqlər yaradır, uşağın təşəbbüslərinə cavab verir, bununla yanaşı mütəxəssisə müşahidə və geri bildirimlər verir. Geri bildirimlər də nələrin düzəlib, nələr düzəlmədiyini artıq burada özünü qeyd edirik. Loqoped də qiymətləndirir, məqsədi müəyyənləşdirir, strategiyanı modelləşdirir, irəliləyişi izləyir, lazım olduqda da digər mütəxəssislərlə əməkdaşlıq edir. Gündəlik mühit nədir? Evdir, bağçadır, məktəbdir, oyun meydançalarıdır, mağazalardır, nəqliyyatdır, qonaqlıqlardır. Məqsəd də bacarığı real həyata köçürə bilməkdir əsasən götürdüyümüz bizim. Və bununla yanaşı mən sizə deyim ki, göz təması və bədən dilindən istifadə də çox vacibdir ki, uşaqlarla danışarkən onunla eyni göz səviyyəsində enin. Sözləri jestlərdən, mimikalardan, bədən dili ilə dəstəkləyin ki, dediklərinizi vizual olaraq da həmin uşaq anlaya bilsin. Və bununla yanaşı vizual dəstək vasitələrinə biz bayaq danışdıq ki, BEX-lərdən, şəkillərdən istifadə olunsun. Uşağın ehtiyaclarını və isteklərini şəkillər vasitəsilə bildirməsində şərait yaradırıq biz. Bununla yanaşı da gündəlik rejim lövhələri ola bilər ki, gün ərzində görüləcək işlər, şəkillərlə sıralamaq, anlamaq qabiliyyətini daha da artırmış ola bilər. Və bununla yanaşı sadə və aydın dildən istifadə də çox vacibdir. Çünki bilirik ki, autismli fərdlərdə daha çox qısa hissələrdən ibarət olur və buna görə də mürəkkəb və uzun cümlələr yerinə 1-2 sözdən ibarət aydın cümlələrdə qurmağınız daha məsləhətlidir ki, nitq tempinizi də bu zaman yavaşladacaqsınız və hər sözü aydın bir şəkildə ifadə edəcəksiniz. Məsələn, topu at, suyu ver. Bu şəkildə artıq özünüzü daha da nitqinizi yavaşladırsınız, hər sözü aydın tələffüz edirsiniz və bunun nəticəsində də artıq biz uşaqdan nəticəni daha yaxşı ala biləcəyik. Və təbii ki də dedik ki, uşağın maraq dairəsi çox vacibdir. Və bununla yanaşı cavab üçün də vaxt veririk. Səs təqlid bacarıqlarının həvəsləndirilməsinə, məsələn, uşağın çıxartdığı səslər var ki, hərəkətləri təqlid etməkdir. Bu onda qarşılıqlı ünsiyyətin yaranmasına da artıq qarşılıqlı ünsiyyət anlayışının da oyatmış olacaq. Hər hansı bir səs çıxarıldıqda və yaxud da ki, sözə bənzər reaksiya verildikdə onu dərhal olaraq tərifləyin və mükafatlandırın. Çox vacibdir ki, mükafatlandırma hər zaman o nəticəni uğurlu edəcəkdir. Digər slayda keçək zəhmət olmasa. Kiçik məqsədlər böyük dəyişikliklərdən danışdıq. Ümumi olaraq biz mərhələləri bölürük ki, ilkin olaraq, növbəti olaraq və sonra ümumiləşmiş şəkildə qiymətləndirmələrdir, ümumiləşdirmədir. Birinci mərhələ olaraq uşaqda müşahidə edirik. Uşaq istədiyi, məsələn, burada qeyd eləmişik ki, əşyanı böyüklə almağa çalışırmı? Məsələn, burada məqsəd nədir? Ver anlayışının formalaşması, jestlərdən, şəkil dili ilə şəkildə artıq özünü istəklərini bildirməsini görməliyik. Çünki bizim məqsədimiz nədirsə, uşaqda müşahidə edəcəyimiz şey nədirsə, məqsədimiz də ona uyğun şəkildə olması. Məsələn, uşaq tək sözlə burada qeyd eləmişik ki, istek bildirir. Məsələn, su ver, top ver. 2 sözlü modeldən istifadə edirik. Məqsədimiz nədir biz bunu etməkdə? Uşaqda nəyi müşahidə edirik? Bu ikili sözlərdən istifadə edə bilsin. Və digər bir müşahidəmiz də uşaq asan əsas ehtiyaclarını ifadə edə bilsin. Asan dedikdə nəyə deyirik? Məsələn, gündəlik həyatında istifadə edə biləcəyi kömək eləməkdir, rədd eləməkdir. Bununla yanaşı biz burada qeyd eləmişik. Seçim etməkdir, öz seçimlərini anlamasıdır. Bu da çox vacibdir və ümumiləşmiş olaraq da burada qeyd eləmişik ki, bacarıq yalnız terapiya otağında görünür ki, artıq burada eyni bacarığı evdə və digər mühit daxilində də istifadə edə bilirmi? Biz bilirik ki, müşahidələrimizdə də qeyd edirik ki, biz bu uşağın nəticələrini loqoped olaraq otaqda görürük. Amma məqsədimiz nədir? Biz tək otaqda elədik, bitdiklə olmamalıdır ki, məqsədimiz onun evdə də, cəmiyyət içərisində də, hər hansı bir yerə getdikdə də özünü artıq o mühitin içərisində göstərə bilməsidir. Yəni eyni bacarıq bizim yanımızda eləyirsə, orada da etməsidir. Digər slayda da keçək. Ümumi olaraq sualları da cavablandıracağıq. Ümumi olaraq, ilkin olaraq ən sonda biz qeyd eləmişik ki, 6 mesajımız var. Kommunikasiya nitqdən daha geniş anlayışdır. Funksional kommunikasiya məqsədləri prioritə etmək lazımdır. Model olmaq lazımdır.
gözləmək lazımdır, seçim verməliyik, təbii imkanlardan yararlanmalıyıq, uşağın fərdi potensialını, fərdi imkanlarını, motivasiyasını əsas götürməliyik və bununla yanaşı vizual dəstəklərdən, AIS-dən istifadə etmək lazımdır və valideyn, mütəxəssis, ümumilikdə mühit əməkdaşlığı inkişafı gücləndirəcək. Və bunu da heç bir zaman unutmayın ki, hər bir uşağın anlaşıla, dəstəklənməyə və inkişaf edə bilər. Və bu da sizin əlinizdədir. Yəni valideyn olaraq sizə qeyd edirəm ki, hər bir uşağın anlaşılmasına, dəstəklənməsinə, inkişaf hər zaman var. Bu sizdən asılıdır. Siz öz üzərinizə düşən vəzifələri yerinə yetirəcəksinizsə, uşağınız da nəticə uğurlu şəkildə olacaq. Ümumilikdə bizim slaytımız bu qədərdir. Məncə başqa slaytda qeyd edəcəyimiz bir məqam yox idi. Sonuncu slaytı da keçək və bununla da suallarınız, bir də qeyd eləyərsiniz zəhmət olmasa. Deməli qeyd edərsiniz ki, burada loqopedlər varmı, defektoloqlar varmı və yaxud da ki, hansısa bir ixtisas sahibisinizsə qeyd edərsiniz zəhmət olmasa, biz baxaq görək nə qədər burada bugün şəxs iştirak edir və digər suallarda bir-bir baxaq. Deməli, burada bir şəxs yazıb, mən təzə başlamışam işləməyə, sabah 2 avtizm uşaq qəbuluma gələcək, inşallah özü də bir evin uşağıdır. Əla, yəni ilkin olaraq sizdə baxacağınız şeylər bunlardır ki, mən ümumi olaraq sizə qısa olaraq deyim, nələr görülməlidir, nələr görülməli deyil. Siz uşaqda nəyə baxacaqsınız, diqqətin olub-olmamasına, nələri bilib-bilməməsinə ilkin olaraq onu bir baxın. Məsələn, fiqurları tanıyırmı, bədən üzvünü tanıyırmı, mən anlayışı varmı? Bunlara baxmaq lazımdır. Bəs əxlaliyanı necə edək ki, uşaqlarda eyni sözü təkrar etməsinlər. Bunu qeyd elədim slaytda. Slaytı da əgər istəsəniz əldə edə biləcəksiniz və bu zamanda orada da qeyd eləmişəm əxlaliya. Dediyimiz kimi model olursunuz. Qarşınızdakı şəxsi fikrini ifadə etməsini gözləyirsiniz və əxlaliyanın nə zaman yarandığına da baxırsınız. Məsələn, deyək ki, əxlaliya dərhal yarana bilər, bir də keçmişdən gələn əxlaliya ola bilər. Bu zaman baxırsınız ki, bu əxlaliya sizin danışdığınız mühit daxilindədir, yoxsa heç bilmədiyiniz bir yerdən sizə bu uşaq əxlaliyanı təkrar edir. Buna da baxmaq lazımdır. Fidan xanım bunu da dedik ki, əxlaliyada avtizmlər üçün necə yol izləmək olar, zəhmət olmasa bunu da qeyd elədik ki, əxlaliyada nələrə baxmaq lazımdır? Yaranma səbəbinə görə korreksiya aparılır, anlama qavraması zəifdirsə, defektoloji iş gedir, söz ehtiyatı azdırsa, söz ehtiyatı artırılır, daha çox görsəllər üzrə işə görə. Bəli, düzdür. Yaranma səbəbinə görə biz avtizm nədən yaranır deyə bilmərik ki. Yəni avtizmin yaranma səbəbi yoxdur. Elmi olaraq da bunun bir araşdırması yoxdur. Baxın, deyə bilərək ki, Down sindromu. Down sindromunda nədən deyirik? Bir xromosomun azlığı və ya çoxluğu deyirik də, düzdürmü? Ya Edward olsun, ya Patal olsun, fərqi yoxdur. Digər sindromları aid edərkən biz bilirik ki, hər hansı bir qüsur nəticəsindədir. Hər hansı bir pozulma nəticəsindədir. Amma avtizmdə biz bunu deyə bilmərik ki, nədən yaranıb? Düzgün bir yanaşma deyil. Yaranma səbəbinə görə korreksiya aparılır fikri çox-çox yanlış bir anlayışdır. Yəni bunu qeyd etməyin, bunu deməyin ki, məsələn, yaranma səbəbinə görə. Bu kəkələmə deyil, yaranma səbəbinə görə olsun və yaxud da ki, bu deyək ki, nitq inkişaf ləngiməsi deyil, yaranma səbəbinə görə deyək ki, bu fikir düz deyil. Çünki ümumi olaraq avtizm bilir ki, xəstəlik deyil. Xəstəlik olmadığına görə də sadəcə bu spektr pozulması olduğuna görə biz bunu artıq deyirik ki, yaranma səbəbi necə ola bilər bunun? Yəni, ümumi olaraq bəli, defektoloji iş getməlidir, bununla yanaşı psixoloji iş getməlidir. Söz ehtiyatı azdırsa, passiv lüğət ehtiyatı varsa, aktiv lüğət ehtiyatına baxaraq çox-çox önəmlidir. Passiv aktiv lüğətə hər zaman fikir vermək lazımdır. Passivi də aktivə çevirməyimiz artıq iş prosesində edəcəyiniz dərslər nəticəsindədir və r səsini danışıqda çətinlik çəkən uşaqlarla bağlı nəsə deyə bilərsiniz. Gəlin belə danışaq. R səsinin təbii ki də fərqli bir mövzudur. Bu dislaliyadır. Bəlkə də gələn dərsimizin də mövzusu dislaliya olar. Gələn seminarımızda dislaliya haqqında danışarıq. R səsi haqqında dislaliyadır, rotosizmdir və burada uşaqlarla necə işləyəcəksiniz? Ümumi olaraq dil gimnastikalarından işləyib. Bu düzdür, avtizmdən kənarda, amma qeyd edeyim sizə yenə də. Artikulyar aparatı
baxmaq lazımdır. Birinci ki, dilaltı pərdə varmı, yoxmu, bunları baxın. Daha sonra dildə tonus varmı, yoxmu, bunu da qeyd edin ki, çünki r səsi birdən-birə otura bilən səs deyil. Bir də Ədilə xanımdır deyəsən yazan. Bu uşağın yaşını da qeyd edin ki, görün neçə yaşı var ki, r səsində yəni qüsur necədir, onu görək. J səsi o da ki, korreksiya ilə təbii ki də olunur. Ondan bu mövzunu ümumi olaraq j səsini də r səsi də digər səslərin qoyuluşunda gəlin bir başqa seminar eləyək. Çünki burada artıq mən sizə gərək praktiki olaraq göstərmə eləydim. Çünki mövzumuz autizmdir. Bəli, bizdə yoxlanış PDF var və bunu da ödəniş şəkildə əldə edə bilərsiniz. Yenə də deyirəm, erkən yaşda sadəcə autizm üçün qısaldılmış skrininq testidir. Ümumi olaraq sizə bu testi göstərim, görə bilirsinizsə yəqin ki. Ümumi olaraq burada blankdır. Bu blankda valideynlər istifadə edir. Burada təbii ki də qiymətləndirməni siz görmürsünüz, sadəcə bunları qeyd edirsiniz və bu qeyd etmə nəticəsində də bir məsələn qeyd olunan davranışlar var ki, bu nəticədə də siz uşağınızda autizmə meyilliyin olub-olmamadığını da görə bilərsiniz. Daha sonra ümumi olaraq birini sizə misal göstərmək. Məsələn, uşağınızı qucağınıza və ya ayaqlarından yellədərkən xoşlanır. Bu məsələn bir sualdır. Bəli ya da xeyir kimi ifadələrdən istifadə edirsiniz. Ümumi olaraq ki, burada sual zaten var ki, bəli və ya xeyir. Yəni ümumi olaraq hə və yox kimi düşünün və bunun nəticələrində əgər istəsəniz bunu sizə ödənişli şəkildə təqdim edəcəyik və bunun da nəticələrini mənim nömrəmdə qrupda qeyd olunacaq. Bu qeyd olunan təqdirdə siz mənə yönləndirin ki, baxın bu qədər düz, bu qədər səhv var. Ümumi olaraq Down yoxlanılış testi Down zaten bilinir ki, nədir. Ona görə də Down üçün bir yoxlanış yoxdur. Zaten bilinir ki, Down yaranma səbəbi də var. Ümumi olaraq ana bətrindən etibarən başlayır onun öyrənilməsi. Aha. Ümumi olaraq sizə qısa olaraq qeyd eləmiş oldum. Bir dənə sualları sizə bir sual vermək istəyirdim. Buyurun, buyurun. Autizm uşaqlarda nitqin inkişaf etdirməyə çalışarkən valideynlər ən çox hansı səhvlərə yol verir? Nə verir ki, qəşəng sualdır bu, əla. Deməli, autizmli uşaqların valideynləri nələr səhv edirlər? Baxın, uşağı daimi olaraq ünsiyyətdən qaçırdırlar, evə qapadırlar. Çox valideynlərimiz bunu edir. Səhv hərəkətdir. Uşağı evə qapatmaqla sosial mühitdən niyə təcrid edirsiniz? Siz belə deyim də, yəni bu sadəcə neyroinkişaf fərqliliyidir. Bu o demək deyil ki, bu uşağınız sizin xəstədir. Belə ifadəm biraz vulqar çıxacaq. Anormaldır. Bu deyil. Siz uşağınızın üzərinə düşün valideyn olaraq, o həmin uşağı çıxardın parkda oynadın. Qoyun ünsiyyət qazansın. Qoyun ünsiyyətə girsin. O uşaq həmin uşaqla ünsiyyətə girdikdə bəzi şeyləri anlayacaq, bəzi şeyləri başa düşəcək. Yəni ümumi olaraq sizə bunu qeyd edirəm ki, yəni valideyn olaraq sizin üzərinizə ən çox düşəcək şey uşağınızın inkişafı üçün nələrsə edin. Onunla oyunlar oynayın, ünsiyyət qurun. Məsələn, onunla birlikdə yemək bişirin. Düzdür, kəsmə, doğrama işlərini siz etsəniz belə, məsələn, mətbəx aparırıq uşağı, autizmli bir fərddir, düz özünə zərər verə bilər. Amma məsələn, bunun iti olduğunu, kəsə biləcəyini, onu anlama, qavraması üçün biz köməklik eləməliyik. Yəni autizmli bir fərddirsə, biz onun valideyn olaraq, dediyim kimi, ümumi ev şəraitində bu uşağa, məsələn, bacarıq da verə bilərsiniz valideyn olaraq. Səhvlərdən danışmayaq, biraz da müsbətdən danışaq istəyirəm ki, məsələn, uşağınız ola bilər ki, məsələn, toxumağı sevə bilər. Əla bir şeydir. Uşağınıza verin əlinə muncuqları, toxumaq öyrənsin. Məsələn, qolbaq düzəltsin. Siz bunu dəyərləndirin. Uşaq dəyərləndiyini hiss eləsin. Düz autizmlərdə kriz anları olur, bilirsiniz ki, kriz anlarında da özlərini itirə bilərlər və bu şəkildə də özünü sakitləşdirmək kimi görə bilər. Bir terapiya kimi düşünün. Biz özümüz də terapiya kimi necə edirik? Sakitləşdirmək üçün məsələn bir kənarda otururuq və yaxud da ki bir şey qaralayırıq. Bu da onun terapiyasıdır. Valideyn olaraq uşaqlarınıza ən çox kömək edəcəyiniz şey onun potensial imkanını görün. Yəni təcrid etməyin onu cəmiyyətdən. Qoyun o da ünsiyyət qazansın. Qoyun o da kommunikasiyaya girsin ki, özünü ifadə edə bilsin. Yəni demirəm ki, danışmaq çox vacibdir və s. Ən azından öz ehtiyaclarını, tələbatını ödəyə bilsin.
Məsələn, ayaq yolu vərdişi var, bilirik ki. Ayaq yolu vərdişini necə öyrədəcəyik? Valideyn yavaş-yavaş öyrətməlidir. Gəl bu gün məsələn biz tualet eğitimləri var indi hal-hazırda. Onu ailələr özləri edə bilərlər. Çox rahat bir haldır. Uşağınızı mükafatlandırın həmin anda. Yəni bunu etməyə ona bir böyük bir şey etmiş kimi göstərin. Ona nəticəni uğurlu kimi göstərin ki, sən bunu edə bilirsən, bunu bacarırsan. Uşaq bu motivasiya ilə daha yaxşı olacaq. Ümumi olaraq da qısa olaraq sizə belə bunu izah etmiş oldum. Yəqin ki, digər bir sualımız varsa qeyd edə bilərsiniz. Problem yoxdur, qeyd edin, cavablandıraq. Görüm başqa sual. Əgər kiminsə sualı düşməyibsə, mən görmürəm, ola bilər bu. Yəni ümumi olaraq da onu bir də mənə göndərin zəhmət olmasa, kopya eləyin, atın. Deyəsən bir dənə var. Bir dənə də sualımız budur ki, selektiv mutizm övladım var, davranışı çox aqressivdir, geyinib çıxmağa çətinlik çəkir, autizm uşaq kimi aparır özünü, 10 yaşı var. Aha. Ümumi olaraq gəlin baxaq bunun hala. Selektiv mutizmdə təşviş və həyəcan pozuntusu olmalıdır ki, biz bunu bu kateqoriyaya aid edirik ki, təşviş və həyəcan pozuntusu var. Uşaq evdə və yaxud da ki, özünü rahat hiss elədiyi bir yerdə sərbəst danışıq halında artıq məktəb kimi sosial mühitlərdə susur. Məsələn, sərbəst danışır sizinlə, amma məktəbə gedəndə susa bilər. İndi tam şəkildə bilmədim. Seçici susqunluq məncə var. Çünki selektiv mutizm seçici susqunluqdur. Bir anda ola bilər sakitləşməsi və s. Amma sosial emosional olaraq autizm spektr pozuntusunda var ki, məsələn, ünsiyyətdə göz təması olmasın, jest mimikalardan istifadə etməsi, stereotip hərəkətləri olsun, ümumi davamlı fərqliliklər də özünü göstərmiş olsun. Təbii ki, bu müştərək hallarda ola bilər ki, məsələn, deyirik ki, bəzən autizmli uşaqlarda ikincili pozuntu olaraq görsənir selektiv mutizmdə. Yəni biz bilirik ki, autizmli olan uşaqlarda ikincili bir qüsur yarana bilir. Bu çox normal bir haldır və selektiv mutizmdə görsənə bilən bir haldır və bu təbii ki də yüksək təşviş və həyəcan pozuntusunun səbəbindən də yarana bilir. Düzdür, bu autizmi xatırlada bilər. Yəni ümumi olaraq autizm olmaya da bilər. Ümumi olaraq dəqiq müayinə aparmaq lazımdır ki, məsələn, uşağın psixiatra və yaxud da psixoloq tərəfindən kompleks şəkildə bir yoxlanılsın, autizm spektrıdırmı, təşviş pozuntusudurmu, bu dəqiqləşdirilsin, yəni ümumi olaraq. Və bunun nəticəsində sensor inteqrasiya ergoterapiyadan köməkliyi alına bilər, geyinmə problemləri ola bilər ki, burada duyğusal həssaslıqları aradan qaldırmaq üçün ergoterapevt dəstəyi daha çox lazımdır və təbii ki, davranışını tənzimləməsində aqressiyanın kökündə duran təhlükəni tapmalıyıq. Onu təhdidlədici olan amilini tapmaq lazımdır və uşağın hisslərini alternativ üsullarla, buna vizual kartlarla, jestlərlə təhlükəsiz hiss edə biləcəyi mühit daxilində ifadə edə bilməyi öyrətmək lazımdır. Ümumi olaraq, yəni bu ergoterapevtik tərəfdən daha çoxdur. Sualınızda da qeyd eləmisiniz. Onsuz selektiv mutizmdirsə, yəni sadəcə autizm kimi apara bilər. Amma sizə diaqnoz nə qoyulubsa, odur. Yəni autizm qoyulubsa, bu ikincili qüsurdur. Artıq selektiv mutizm izah edə bilirəm yəqin ki. Məktəbdə səsini çıxartmırsa, öyrənmirsə, bu selektiv mutizmin nəticəsindədir. Çünki artıq uşaqda həyəcan və təşviş pozuntusu var. Ümumi olaraq da yəni sizin bu məktəb daxilində ümumilikdə deyirəm, bilmirəm, məsələn, məktəbdə bəlkə müəllimindən qorxur və yaxud da ki, uşaqlardan qorxur. Hər şey ola bilər. Yəni həyəcanın altında nə yatıbsa bilə bilmərik. Dəqiq müayinə olunubsa, selektiv mutizmdirsə, yəni autizmi xatırlada bilər. Baxın, bayaq da dediyim kimi, bilər, amma autizm deyil həmin uşaq. Seçici olaraq bu danışıqdır. Ondakı həyəcan və təşviş pozuntusu var. Siz dediniz ki, geyinmə, soyunmada da problem olur. Geyinib soyunmanı ergoterapevt yerini yetirir. Yəni autizm kimi apara bilər, amma selektiv mutizmdən daha çox psixoloji olaraq işlənilirsə, daha çox nəticəni uğurlu edəcək. Bunu da qeyd edim ki, yəni çünki artıq uşağınızda həyəcan və təşviş pozuntusu var. Bəlkə də utanır hər hansısa bir şeydən. Bilmirəm, dişlərin quruluşu necədir. Ümumi olaraq, yəni bu haqqlarda Sonra nə var idi? Burada qeyd görməyə çalışıram. Görürəmmi, bilmirəm.
Yəni ümumi olaraq mən sizə deyim ki, siz uşağınızı aparın ergoterapeutə, geyinmə soyunması düzəlsin. Ondan əlavə də deyə bilərik nə, psixoloji kömək alsın. Çünki psixoloji həyəcan və təşviş pozuntusu ora aiddir. Yəni selektiv mutizmdirsə, təbii ki də bunu görəcəyik. Avtizm uşaqlarda ilk inkişaf etdirilməli olan bacarıqlar, biz ilkin olaraq verbaldan başlayırıq. Yəni, verbaldan daha doğrusu verbal olaraq getməyək. Verbaldan əvvəl baza bacarıqlar var da, təməl bacarıqlar var ki, məsələn, diqqətli, göz təmasının qurulmasıdır, göz kontaktının qurulmasıdır. Sonra təqlidi bacarıqlarına keçirik. Daha sonra yönləndirmə və təlimatlara əməl etmədən istifadə edirik və alternativ ünsiyyətdən istifadə edirik. İlkin olaraq deyirik ki, diqqətli, göz təması daha çox birinci olaraq uşaqla işlənməli olan odur. Düzdür, bunu psixoloq etməlidir, amma loqopeda da düşə bilər. Yəni loqoped də bunu edə bilər. Ümumi olaraq loqoped də bu işləri apara bilər ki, göz kontaktı qurulsun, diqqəti köməklik etsin ki, onun diqqəti də inkişaf etmiş ola bilər və sonra təqlidə keçirsiniz. Təqliddə də məsələn ola bilər ki, səslərin təqlidləri var burada, göstərmələr ola bilər ki, məsələn, siz burnunuzu göstərsiniz, həmin uşaq da təqlid bacarığı ilə özünü göstərmiş olsun. Sonra da artıq o komandalar var ki, komandaları yerinə yetirsin. Ümumi olaraq siz diqqət və göz kontaktını qurdunuzsa, gerisi gələcək onsuzda. Amma ilkin olaraq siz göz kontaktı və diqqəti qoyulubsa, əgər ondan sonra nə edəcəksiniz? Daha sonra keçəcəksiniz artıq təqlid bacarıqlarına. İmitasiyalar dedikdə ümumiyyətcə heyvanların imitasiyaları var. Səslərdə mö, mə, me yoxdur, üzr istəyirəm. Mödür, mədir, amma təqlidə gedir hamısı. Me, mə, mi. Bu imitasiyaları da etməyə çox vacibdir ümumilikdə baxanda. Və yaxud da ki, məsələn, maşın səsinin çıxarılmasıdır, imitasiyalara gedir hamısı. Ona görə də imitasiyaları da etməyiniz çox vacibdir. Yəni ilkin olaraq sizin aparacağınız proseslər onlardır. Başqa sual varmı? Belə səslidə cavablandıra bilərsiniz. Siz sağ olun. Siz sağ olun. Yəni ümumilikdə bilmirəm xanım kim idi, bayaq selektiv mutizmlə danışan. Ümumilikdə olaraq siz psixoloqa gedin. Ən gözəli. Psixoloqa gedin. Bunun nəticəsində ümumi olaraq uşağınızın inkişafı daha yaxşı olacaq. Çünki məktəb daxilində çox görsənilən bir halda hətta 10 yaşı var deyirsiniz. Bu vaxta qədər nə yaxşı gözləmisiniz. Bəs çoxdan var idi, yoxsa indi yaranıb, onu da bilmirəm. Ona görə də çox bir şey deyə bilməyəcəm. Ümumi olaraq kiminsə sualı varmı başqa? Qeyd etmək istədiyiniz hər hansısa bir sual varmı? Daha maraqlı qalan, sizə maraqlı gələn bir hal varmı? Və yaxud da ki, qaranlıq qalan bir yer varmı? Onu bir də təkrar edə bilərəm, problem yoxdur. Siz sağ olun, Səbinə xanım, siz sağ olun. Yəni əgər maraqlı edə bilmişəmsə, nə xoş mənə ki, sizi maarifləndirə bilirəm. Dediyim kimi screening Ryan. Siz onlayn, siz mənə yazın zəhmət olmasa, mən sizə yönləndirəcəm psixoloq, onunla danışın, onlayn şəkildə də aparıla bilər, çünki artıq böyük bir fərqdir. Siz sağ olun. Screening testini də ən sonda mən göndərəcəm Fatimə xanıma ödənişli şəkildə sizdə 23 sualdan ibarət olan bir testi. Yəni əsasən də 16-30 aylığı olan uşaqlarda daha çox özünü göstərən bir haldır ki, burada artıq yoxlanış üçün nəzərdə tutulub və bu da sizin uşağınızın avtizmə meylli olub-olmadığını, siz ümumilikdə sizə gələn pasiyentin də yoxlanmasında istifadə edə bilərsiniz valideynlərlə. Siz sağ olun. Gəlin belə deyim, bu sualı da cavablandırım ondan sonra. Avtizmli uşağı bağçada sağlam uşaqlar qrupuna salmaq nə dərəcədə düzgündür? Gəlin belə baxaq. Bir uşağın ayağı yoxdur deyə. Biz onu yanımızdan kənara qoyacağıq. Əlbəttə ki, yanlış bir yanaşmadır. Əslində avtizmli uşaqlara bağçaya almaq yaxşı bir hal. Amma belə baxaq da, onun hər iki tərəfində fikirləşmək lazımdır. Əgər sağlam uşaqlar
Avtizmli uşağa kömək edirsə, bu əla bir şeydir. Sağlam o dediyimiz tipik uşaqlar avtizmli olan uşağa kömək edirsə, bu əladır. Amma düzdür, inklüziv bağçada gedə bilərlər. Amma inklüziv bağçadan əlavə, yəni biz baxaq ki, o uşağın dərəcəsi nədir? Bilirik ki, avtizmdə dərəcə var. Yüngül, orta, ağır. Ağırdırsa bu zaten gələ bilməz sizə. Yüngül, orta var. Yüngül dərəcədə heç bilinməyən bir haldır. Yəni istəyir sizin 20 yaşınız olsun, istəyir 30 yaşınız olsun, yüngül dərəcəni heç kəs çox vaxt bilə bilmir. Elə dərəcə olur ki, yəni onu bilmək mümkün deyil. Əgər yüngül dərəcə bir avtizmdirsə, ortadırsa, yəni yüngülə meyllidirsə, bu zaman bağçaya gəlməyində heç bir problem yoxdur. Nəinki də gəlib sizin uşağınızı da başqa avtizm etməyəcək. Çünki keçici bir şey deyil, bunu anlayın. İnklüziv bağça sadə bağçadan fərqlidir. Belə deyək də, inklüziv bağça ümumi olaraq biz ümumi olaraq, ölkə olaraq biz aid eləyirik ki, pozulması olan uşaqlardır. Qışqırması falan olur deyə. İndi uşağı bilmirik axı, ona görə düzgün mən sizə deyə bilmərəm ki, hə bu uşağı bağçaya gətirmək olar ya yox. Qışqırması falan ola bilər. Normal uşaq da qışqırır. Sadəcə həmin anda artıq o kursun daxilindəmi deyim, bağçanın daxilində deyim və yaxud da ki, kənarda mı deyim, o uşaqla daimi şəkildə işləmək lazımdır. Sosial mühit təbii ki də olmalıdır. İnklüziv siniflərdə təbii ki də o tədris prosesinin yüngül və yüngülə meylli olursa, bunu biz həmin uşaqlar gedə bilirlər. İnklüziv tipli bağçalarda da normal bağçadan nəyi fərqlidir? Orada təcrid olunmuş uşaqlar daha çoxdur. Yəni təcrid olunmuş deyirəm, amma yəni belə baxaq ki, ölkə daxilində də təcrid olunmalar daha çoxdur. Yəni bu əqli gərlik olsun, dəf olsun, istənilən hallar olsun da, yəni ümumi olaraq atipik adlandırdığımız proseslər olsun ki, burada həmin uşaqlar təhsil alırlar. Ümumi bağçalardan təbii ki də fərqlidir ki, orada loqoped olur, psixoloq olur, pedaqoq olur, ümumi olaraq işləyəcək şəxslər olur. Sadəcə amma bağçada nədir? Bir müəllim olur, pedaqoq olur sadəcə. Buna görə də inklüziv bağça fərqlənir digərlərindən. Düzdür, adi bağçalarda da müəllimlər xüsusi uşaqlarla işləməyə bilmirlər. Çünki onların keçdiyi metodika ilə xüsusi pedaqoqların keçdiyi ixtisas fərqlidir. Onların öyrəndikləri materiallar fərqlidir, digərlərininki fərqlidir. Yəni onlar bağçanın sistemi ilə gedirlər, amma xüsusi qayğıya ehtiyacı olan uşaqların, xüsusi pedaqoqların işləri fərqli şəkildə olur. Buna görə də amma yenə də yüngül və yüngülə meylli olan uşaqlardırsa, yəni heç bir problem yoxdur. Hətta o uşağa kurs bağça daxilində köməklik eləyirlərsə, daha yaxşı nəticələr olacaq. Kölgə müəllimlər də çox yəni necə deyim, kölgə müəllimlər də gərək ki, uşaqların olduğu qrupa daha yaxşı baxsınlar. Çünki ümumi olaraq müəllimin etdiyi şeylə kölgə müəllimi onun görmədiyi şeyləri görə bilər. Bu da ki, onun nəticəsini uğurlu edə bilər. Yəni belə görə bilərsiniz. Ümumi olaraq da belə. Amma yəni dediyim kimi, avtizmli bir uşaqdır deyə siz ona üz çevirib getməyəcəksiniz. Bunu yəni hamımız yaxşı bilirik ki, avtizmlidir deyə sırf ona üz çevirib getməyəcəyik ki, həmin uşağı yaxşılaşdırmaq üçün biz də bir addımlar atmalıyıq. Buna görə də bu təkcə valideyn, psixoloq, pedaqoq deyil, ümumi cəmiyyət olaraq biz artıq mental olaraq düşüncəmizi dəyişməliyik həmin uşaqlara qarşı ki, onlar da bir fərddir. Onlar da bir insandırlar. Onların da duyğuları var. Onlar bizim nə dediyimizi anlayırlar, pis olurlar. Emosiyaları var onların. Onlar hər şeyi anlayıb başa düşə biləcək. Sizin üz ifadənizdən belə anlaya bilirlər. Bu gün də istəyirsiniz, artıq suallarınız bitdisə yekunlaşdıraq. Əziz Aytaç xanım, dəvətimizi qəbul etdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Düşünürəm ki, bu təlim ümumiyyətlə autizm sahəsi haqqında müəyyən qədər məlumat əldə etmələrinə təlimçilərin eyni zamanda qrupda iştirak edən, qrupdan yaxud digər yerlərdən daxil olmuş hər kəsin müəyyən qədər məlumat almasına kömək etdi. Tövsiyəm budur ki, qrupu tərk etməyəsiniz, çünki biz bu sahədə üzrə kifayət qədər çoxlu təlimlər təşkil edirik də. Sertifikat üçün elandakı əlaqə nömrəsinə yazmağınız kifayətdir. Eyni zamanda Aytaç xanım materiallarını əldə etmək üçün də ona yaxud mənə yaza bilərsiniz. Gecəniz xeyrə qalsın. Növbəti təlimlərimizdə görüşənədək.
Sağ Sağ olun. olun.